biri digərindən 7 vahid bölü olan iki natural ədədin hasili 78-dir. Həmin ədədlərdən böyüyünü tapın. Birinci ədədə x deyək, ikinci ədəd olacaq x plus 7. Və bu ədədlərin hasili 78-dirsə, deməli, belə bir tənlik qururuq. X vurulsun, x plus 7 bərabər 78. Vurub açdıq, x kvadratı, üstə gəl 7x minus 78 bərabər 0. Bunu diskriminantla da eləmək olar, Viet teoremi ilə də həll eləmək olar və yaxud da ki, vurğuları ayırmaqla da. 4a c'miz də mənfi 78-dir. Bu da eləyir 49 üstə gəlinsin 280, o da 32. Deməli, 312. Toplayanda da elədi 361. Bu ədəd də 19-un kvadratı deməkdir. Onda belə çıxır ki, köklərdən biri mənfi b, yəni mənfi 7, minus 19 böl 2a, yəni mənfi 26 böl 2 mənfi 13'dür. Bizə natural ədəd demişdi, deməli bu deyil. Biri də mənfi 7 üstə gəl 19 bölünsün 2'dir. Yəni 12 bölü 2 6. Onda bizdən verilən ədədlərdən biri 6 olur, digəri də 13 olur. 6 üstə gəl 7'dən tapdıq. Həmin ədədlərdən böyüyü sualın cavabı 13 olacaq. Yəni bu məsələnin cavabı 13'dür. Belə bir sual. 2 ardıcıl natural ədədin hasili 156'dır. Bu ədədlərdən kiçiyini tapın. Ardıcıl natural ədədləri bir vahid fərqləndiyinə görə birinci ədədə x desək, ikinci ədəd x plus 1'dir. Onda tənlik belə olacaq. X vurulsun x plus 1 bərabər 156. Yəni x kvadrat üstə gəl x çıx 156 bərabər 0. Diskriminant b kvadratı 4ac. O da eləyir 1 üstə gəlinsin 624. Bu ədəd yəni 625 eləyir. O da 25'in kvadratıdır. Onda belə çıxır ki, bu tənliyin köklərindən biri mənfi 1 minus 25 böl 2a'ya görə mənfi 26 böl 2 mənfi 13. Digəri isə mənfi 1 üstə gəl 25 böl 2, yəni 24 böl 2 12'dir. Bizdən bu ədədlərin, təbii ki, söhbət natural ədəddən gedirdi. Deməli, bu ədədlərdən biri 12 oldu, o birisi də 13 oldu. Kiçiyini istədiyi üçün sualın cavabı 12 olacaq. Cəmi 74 olan 3 natural ədəddən ikincisi birincisindən 2 dəfə böyük, üçüncüsündən isə 4 vahid kiçikdir. Bu ədədlərdən böyüyünü tapın. Deməli, bizim əlimizdə 3 dənə ədədimiz var. Bu ədədlərin ikincisi birincisindən 2 dəfə böyükdür. Biz birinci ədədə x desək, ikinci ədəd 2x olacaq. İkinci ədəd üçüncüdən 4 vahid kiçikdirsə, deməli, üçüncü ikincidən 4 vahid böyükdür. Və bu 3 dənə ədədin cəmi 74. X, 2x və 2x plus 4. Yəni bu 3 dənə ədəd toplayanda 74. Buradan alındı 5x üstə gəl 4 bərabər 74. 4'ü keçdi o tərəfə 70. X bərabər 14. Yəni bizim ədədlərin birincisi oldu 14. İkincisi 2 dəfə 14, yəni 28. Üçüncüsü də 28 üstə gəl 4, 32'dir. Yəni bizim məsələnin cavabı 32 olacaqdır. 2 ardıcıl tək natural ədədin kvadratlarının cəmi 74'dür. Ardıcıl tək natural ədəddən söhbət gedirsə, bunlar bir-birindən 2 vahid fərqlənir. Birinci ədəd x olarsa, ikincisi x plus 2 olar. Və bunların kvadratlarının cəmi, yəni x'in kvadratı ilə x plus 2'nin kvadratlarının cəmi 74. X kvadratı müxtəsər vurma düsturunu açırıq. 74'ü də keçirdik bu tərəfə. Alındı 2x kvadratı, üstə gəl 4x minus 70 bərabərdir 0. Hamısını 2'yə bölə bilərik bütün hədləri. Ondan sonra istər Viet teoremi, istər diskriminantla həll edə bilərik. Bu dəfə Viet teoremi eləyəcəm. Köklərin cəmi mənfi 2, hasili mənfi 35 eləməlidir. Seçmə üsulundan tapa bilərik ki, bunlar mənfi 7 və müsbət 5'dir. Bizdə söhbət natural ədəddən getdiyi üçün, deməli bizim birinci ədədimiz 5'dir, ikincisi də 7'dir.
Həmin ədədləri tap, cavab olur 5 və 7. Yəni ədədlərimiz onlardır. Bu tənliyin kökləri bizim birbaşa cavab deyil. Oğlun 12, atasının 35 yaşı var. Neçə ildən sonra ata oğuldan 2 dəfə böyük olacaq. Təbii ki, illər keçdikcə hər kəs eyni qədər böyüdüyünü nəzərə alaq. Tutaq ki, hal-hazırda oğlun 12, atanın 35 yaşı var. X il sonra oğlun 12 plus x yaşı, atasının da 35 plus x yaşı olacaq. Və ata oğuldan 2 dəfə böyük olacaq. Yəni bu deməkdir ki, atanın yaşı oğlun yaşının 2 mislidir. 35 də gəl x bərabər 24 plus 2x. Ədədlər, yəni məlumlar bir tərəfə, məhsullar digər tərəfə, x bərabər 11. Yəni 11 ildən sonra atanın yaşı oğlun yaşından 2 dəfə böyük olacaqdır. 65-i hansı natural ədədə bölmək lazımdır ki, qismət böləndən 2 vahid böyük, qalıq isə böləndən 5 vahid kiçik olsun. Deməli, biz böləni x götürək. Onda qismət böləndən 2 vahid böyükdürsə, qismət x plus 2. Qalıq böləndən 5 vahid kiçikdirsə, qalıq x minus 5. Biz bilirik ki, qalıqlı bölmədə, xatırlayaq onu, bölünəni tapmaq üçün nə yazırdıq? Bölünən bərabərdir, bölən vur qismət, üzərinə də gəl qalıq. Onda buna əsasən bizim tənlik belə olacaq. X, yəni bölən, vur qismət, üzərinə gəl qalıq, bərabər olmalıdır 65. Çünki bölünən 65. Buradan x kvadratı üstə gəl 2x, üstə gəl x çıx 5, çıx 65 bərabərdir 0. X kvadratı üstə gəl 3x minus 70 bərabər 0. Diskriminant da eləyə bilərik, Viet teoremi də eləyə bilərik, heç bir fərqi yoxdur. Məsələn, yenə Viet göstərim. Tənliyin köklərinin cəmi -3, köklərinin hasili -70'dir. Biz buradan alırıq ki, o köklərin biri -10, digəri 7'dir. Sualda hansı natural ədəd deyilmişdi deyə məsələnin cavabı 7 olacaq. Deyir, bu tənliyin kökləri hasilini sıfıra çevirən m parametrinin qiymətlərinin cəmi. Bu tənliyin köklərinin hasili deyir 0 olsun. Köklərin hasili bu tənlik çevrilmiş kvadrat tənlik olmadığına görə m kvadratı üstə gəl 5m minus 2 bölü 2'dir. Yəni bu bizim sərbəst səddir, x-dan asılı olmayan. Onda belə çıxır ki, biz m kvadratı üstə gəl 5m minus böl 2'ni sıfıra bərabər eləməliyik. Kəsrin qiyməti nə zaman 0 olurdu? Sürət 0 olanda. Bu özü də bir kvadrat tənlikdir. Bizə deyir ki, m'in qiymətlərinin cəmi. Bunun üçün tənliyi həll eləməyəcəyik. Viet teoreminə görə bu tənliyin köklərinin cəmi -5 olur. Sonra belə bir misal verir. Deyir, bu tənliyin kökləri x1 və x2'dir. x1'in kvadratı bir x2 30 olarsa p'ni tapın. Deməli, biz misalın şərtinə baxsaq, Viet teoreminə görə köklərin cəmi -p, hasili 15'e. İndi gələk bizə verilən şərt. Biz bu x1'in kvadratını x1 vur, x1 vur, x2 kimi ayıraq. Buradakı x1 vur, x2 15'e bərabərdir şərtdə. Onda x1 2'dir. x1 2'dirsə, gəlib burada nəzərə alsaq, yəni x1'in yerinə 2 yazsaq, x2 7 tam 15'dir. 15'i 2'ye bölərək tapdıq. Bəs bizdən nəyi soruşur? P'ni tapmağımızı. Onda köklərin cəmi -p'dir. P onda neçə olacaq? -9 tam 15 olacaq. Bu da belə.